Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, iyun ayı 2026-cı il, saat 4:54-dür. Hər kəsin bildiyi Bakı şəhərində, Azərbaycanda yerləşən Xəzər gölü, yəni biz dəniz deyirik, qanunla yəni göl sayılır, çıxışı yoxdur. Demək olar ki, Volqa çayının axın istiqamətin Rusiya Federasiyasının siyasəti nəticəsində Volqa çayına gücün vurub döndərir ki, məqsəd Rusiyanın Azərbaycanda dənizin azalması və bütün şəhərlərin kanalizasiyası sisteminin, kanalizasiyanın dənizə axması. Deməli, vətəndaşlarıma mən bu dənizdə çimməyi məsləhət görmürəm. Xəstəliklərlə bağlı, yəni xəstəlik yaratma ehtimalı daha yüksək səviyyədə ola bilər. Onunla da bağlı demək olar ki, şirin su olanda qurd basır. Mikroflar daha da üzdə, bakteriyalar üzdə olur, yoluxdurucu. Hal-hazırda duzlu su olduğu üçün göl, yəni Xəzər dənizi duzlu olduğu üçün bütün mikrofları öldürmə ehtimalı vardır və xəstəliklərin, yəni demək olar ki, yayılmasının qarşısını alma ehtimalı vardır. Mən şəxsən bir Azərbaycan vətəndaşı olaraq, mən ümumiyyətcə Azərbaycanın Xəzər gölündə siz dəniz deyirsiniz, çimməyi məsləhət görmürəm. Çünki çirklidir. Ona görə ki, çox dənizdən belə ağır ilər də gəlir. Dənizin quruma ehtimalı var. Fikir verin, mən görün hardayam. Fikir verin. Bax, görürsünüz, məndən o tərəfə hardasa 500 məsafədə, o da orada 500 metrə məsafədə vətəndaşlar var. Deməli, dənizin bu başından ora 2 kilometrə yaxın dayazlaşma var. Bu da onu göstərir ki, dənizin, gölün qurumasına gəlib çıxır. Yəni, bugün Xəzər gölünün əgər mən sahilindən, o tərəfindən, əgər mən 300 metrə bura gəlmişəmsə, o 100 metrə quraqlıq yaradıbsa, bu böyük bir mesajdır, siqnaldır. Bu o deməkdir ki, Xəzər gölü quruma ehtimalı, yəni 100% vardır. Çünki məndən o tərəfə, o başda, deməli, orada 2 nəfər var, hardasa 500 metrə məsafə var. Onun üçün, yəni Xəzər gölünün quruması bir tərəfdə Rusiyanın dünyada qloballaşmanın nəticəsindədir. Bir tərəfdə Rusiyanın üzərindən düşür. Rusiya da öz türkçülüyümüzə qarşı hər vasitədən istifadə etməyə çalışır. Ona görə dənizin gələcək bir 10 ilə ağır faciələr gözlənir. Yəni bu sularla təbii yağışların artırımı olsa, atmosfer dəyişikliyi olsa, demək olmaz, ola bilsin öz qaydasına. Amma gələcək zaman içində coşub böyük fəlakətə də çevrilə bilər. Amma hal-hazırda yəni quruma ehtimalı göz qabağındadır. Çünki məsafəyə baxın. Görün, ora kimi dayazlaşıb su çəkilir. Quruma ehtimalı vardır.